Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve bihi nesta'in ve huvel mu'in. Velhamdülillahi rabbil alamin. Ve sallallahu ala Muhammedin ve alihi tahirin. Amma ba'd. Euzu billahi mineşşeytanirracim. Ve lekad katebna fi'z-zebur min ba'diz-zikr ennel arda yerisuha ibadihas salihun. Sadakallahul aliyyul azim. Selam olsun mehdeviyet eşkinde kalpleri yanıp ateşlenen bütün Ehl-i Beyt severlere ve İmam Mehdi sahib zaman Eccelallahu Teala Feracahu Şerif'in aşıklarına. Selam olsun Hakkın halifesi, yeryüzünün son hücceti İmam Mehdi'ni gözleyenlere. Hz. Mehdi Eccelallahu Teala Feracahu Şerif adından məlum olduğu kimi hidayet olunmuş ve hidayet edendir. Allah-u Teala tarafından yeryüzüne gönderilerek zahir olarak insanları son defa inşallah hidayet yoluna çağıracaktır. Ve bütün dünya, bütün alem, beşeriyet bu büyük şəxsiyyətin intizarındadır. Çok güzel ve hoş bir anlardır ki artık biz onun növbəti doğum, saadetli doğum günləri ərəfəsindəyik. Və bu münasibətlə bütün Əhl-i Beyt sevərləri, İmam Mehdi aşıqlarını səmimi qəlbdən təbrik edirik. Ağamızın öz huzuruna da salam və dualarımızı, alqışlarımızı təqdim edirik. Allah qəbul etsin inşallah. Əziz dostlar, oxudum ayət-i şərifə Qur'an-ı Kərimin Ənbiya surəsinin 105-ci ayəsi idi. Allah-u Teala Qur'anda 70'dən çox ayətlər Hz. Mehdi Əccelallahu Teala Feracahu Şerif haqqında nazil edib. 70'dən çox ayət onun gəlişindən, onun vücudundan, onun olmasından xəbər verib. Və onlardan biri də Ənbiya surəsinin 105-ci ayəsi idi ki, hal-hazırda onu tilavət etdim. Orada deyilir ki, biz nəinki Allah-u Teala Peyğəmbər göndərdik, Qurandan söhbət açırdı. Ey Peyğəmbər, hətta biz Zəbur kitabında belə yazmışdıq. Zikirdən sonra, o dualardan sonraki o kitabın öz mətnləri idi. Yəni o kitabın öz mətnlərində onlardan sonra da hətta bunu yazmışdıq ki, yer üzünü salih bəndələrimizə miras verəcəyik, irs verəcəyik. Bu ayə-i şərifənin təfsirində üləmalar və müfəssirlər nəzər bildiriblər ki, yer üzündə son zamanlarda, axir zamanlarda onu irs aparan və ona sahib çıxan salih bəndələrdən məqsəd Hz. Mehdi Əccelallahu Teala Feracahu Şerif və onun sadiq dostları olacaqdır. İnşallah Allah'tan arzu edək ki, Allah bizləri də İmam Mehdi'nin arxasınca gedən, ona sadiq qalanlardan və onu sevib yoluna tabi olanlardan qərar versin. Hz. Mehdi Əccelallahu Teala Feracahu Şerif hicrət ilində, yəni Hicr qəmər tarixi ilə 255-ci hicrət ilində dünyaya göz açıb. Samirə şəhərində Hz. İmam Həsən Əskəri əleyhissalamın və Nərciz xatun kimi müqəddəs bir xanımın, yəni ailəsində dünyaya göz açıb, onların aman zaman övladı olubdur. Və bu övlad 5 yaşına çatanda atası İmam Həsən Əskəri əleyhissalam haqq dünyasına qovuşubdur. Və ondan sonra imamət məsələsi İmam Mehdi əleyhissalama qalıbdır. Hicrətin 255-ci ilindən 260-cı ilinə qədər ki, uşaqlıq çağında Hz. İmam Həsən Əskəri əleyhissalam 11-ci imamımız onu öz yaxın dostlarına təqdim edib tanıtdırmışdır. Rəvayətlərdə və hədislərdə nazil yazılan mətnlərə görə 40-dan çox, yəni sadiq və etibarlı dostlarına 11-ci imam, 12-ci imamı müərrəfi etmişdir, yəni tanıtdırmışdır. Dostlarına tanıtdırmışdır. Onu göstərmiş və demişdir ki, bu məndən sonra Allahın yer üzündəki hüccətidir. Həzrət Peyğəmbərimizdən hədislər varid olmuşdur ki, yer üzünün hətta ömrünə bir gün qalmış belə olsa, mənim nəslimdən övladım gələr ki, yer üzü zülmlə dolduğu halda onu ədalətlə doldurar. Yəni hətta yer üzünün həyatının sonları belə olsa və bircə gündə dünyanın sonuna qalmış olsa, Allah Teala o günü uzadar ki, Hz. Mehdi zuhur etsin, Peyğəmbər nəslindən olan Peyğəmbərin bu övladı 12-ci imam zuhur etsin və dünyanın, hazırdakı dünyanın o zülmlə dolan məzlumların ahı
naləsi ərşə çəkilən dünyanın o zülmdən təmizləmək üçün, o istibdadlardan təmizləmək üçün və xalqı, yəni milləti, insanları, bəşəriyyəti səadətə qovuşdurmaq üçün Peyğəmbər nəslinin son nümayəndəsi zuhur edər ki, insanları xoşbəxt etsin. Və bu cahanşumul gözəllik və səadət, əsr səadət bütün kitablarda, hətta deyilən Quran ayəsinə əsasən Zəbur kitabında belə nəql olunmuşdur. Özünüz bilirsiniz ki, Zəbur kitabı Davud əleyhissalama nazil olan kitabdır. Və bizim eradan 3000 il əvvəl ya 4000 il əvvəl bu hadisə, yəni bu kitabın nazil olması və o peyğəmbərin yaşaması əgər təqribən götürsək ki, baş vermişsə, bu bizim erandan əvvəl olan bu hadisə ilə indiki zamanı hesablasaq 6000 ya 7000 il üzərindən keçmiş olur. Yəni 7000 il bundan öncə belə onun gəlişi haqqında, o xilaskarın gəlişi haqqında xəbər verilibdir. Və biz də inşallah həmin xəbərlərə əsasən, bütün kitablarda yazılanlara əsasən bu müqəddəs və böyük xilaskarı gözləməkdəyik. Çünki elə məsumlarımız özü buyurublar ki, ən gözəl əməl intizar-ı fərəcdir. Fərəcin intizarında olmaqdır. Amma bu intizar, bu gözləmə əli yanında olub gözləməkdən ibarət deyil. Onun gəlişinə xüsusi hazırlıq proqramları, mərasimləri yaratmaq və onun gəlişinə cəmiyyəti hazırlamaqdır. Və bundan ötürü hal-hazır ən gözəl vasitə cihad-ı təbiin, yəni internet məkanda cihad etməkdir. Həzrət Məhdi əleyhissalam haqqında böyük mövzular və söhbətlər mövcuddur. Məhdəviyyət deyilən bir sahə var. Bu sahə İmam Mehdinin həyatını, onun fəaliyyətini, siyasi cərəyanlarını və dostlarını, onun naiblərini tanıtdırır. Və bu mövzu haqqında geniş söhbətlər, müfəssəl söhbətlər mövcuddur. Bir daha xatırladım ki, ağamızın mübarək yaşı 1192 il artıq tamam olmuş olur. Yəni 1192 il bundan öncə böyük bir səadətli bir şəxsiyyət, dünyanın son xilaskarı, bütün peyğəmbərlərin qibtə etdiyi, hətta Həzrəti İsa'nın belə biş namazı olduğu Həzrəti Mehdi dünyaya gəlmişdir. Və biz də şükür etməliyik ilahpərvərdigara ki, Allah Teala bizim belə imam nəsib etmiş, biz onun ümmətindən sayılırıq və inşallah ağamızı gözləməkdəyik və tez zuhur etsin ki, inşallah gözlərimiz intizarda qalmasın. Allahümmə accil lənə fərəcəhu şərif və fərəcənə bihim cəmiən və rəhmətullahi və bərəkatuhu. Allahümmə təqabbel minnə innəkə əntəs-səmi'ud du'a. Allah dualarımızı qəbul etsin və bizləri inşallah ağamızın fərəcinə qovuştursun. Bizə və bizim övladlarımıza nəsib etsin ki, ağamızın mübarək mövludunu onun sağlığında və gəlişin zamanı, zuhuru zamanı onunla bahəm inşallah qeyd edək. Allah bizlərə bu səadəti nəsib etsin inşallah. Amin ya Rabbel aləmin. Vəsselamu aleykum və rəhmətullahi və bərəkatuhu.